Saçın ucun hörməzlər, gülü sulu dərməzlər. Bu sevda nə sevdadır, səni mənə verməzlər, aynən ölsün sarı gəlin. Şakir müəllim, sarı gəlin bir xalq mahnısıdırmı, yoxsa minilliklərdən gələn bir şuur mesajıdır? Bu xalq mahnısının sirli kodlarını bizlərlə bölüşün. Çox maraqlıdır. Bəli, sarı gəlin təkcə Azərbaycanda deyil, eyni zamanda çox ölkələrdə öz dillərində oxunan bir mahnıdır. Bəşəriyyətin ən qədim mahnılarından biridir. Məsələ burasındadır ki, hələ indiyə qədər heç bir alim xalq mahnısının bir dənəsini aça bilməyib. Mən açıq danışıram, folklor üstü bir dənə mahnını açıb ortaya qoya bilməyib ki, bu mahnı hara mənsubdur, kimə mənsubdur, nədən bəhs edir. Hamısı bəsit fikirlər, şəxsi fikirlərdən kənara çıxmayan məsələlərdir bunlar. Ona görə də biz bunları açıqlayacaq və sarı gəlinin, məsələ burasındadır ki, sarı gəlin bütün xalq mahnılarında kodlaşmalar var. O kodlaşmalara diqqət yetirəndə, onda bilirsən ki, bu mahnı kimindir? Erməninindir, Azərbaycanlındır, Ərəbindir, ya başqasının. Sarı gəlin müxtəlif formalarda, mahnı şəkildə dünya ölkələrində oxunur. Saçın ucun hörməzlər. Hamı elə başa düşür ki, bu qızdır. Saçın ucun. Bu haqda mən efirdə, ondan sonra qəzetlərdə oxumuşam. Alimlər öz fikirlərinə deyir, biri saçın hörəndə ərə verirlər, deyirlər. Belə bəsit yanaşmalardır. Saçın ucun hörməyə nə var ki, qızın? Söhbət burada günəşdən gedir. Bu günəşin şüalarıdır. Saçı sümbüllər. Yəni, sən onu necə hörə bilərsən? Saçın ucun hörməzlər, gülü sulu dərməzlər və yaxud qönçə dərməzlər. Yəni, gün çıxmamış, gün dərilməz. Günün şöləsi dəyəndən sonra o gül dərilməlidir. Bu dərənin uzunu çoban qaytar quzunu. Fikir versin, bu dərənin uzunu çoban qaytar quzunu. Yəni, gün batdı, çoban, söhbət günəşə bağlılıqdan gedir. Əgər sarı gəlin qızdırsa, onda belə çıxır ki, jolti nevesta. Elə deyil mi? Belə çıxır da. Sarışın qız. Sarışın da jolti nevesta. Bu düzgün deyil, axı. Misal üçün, ikinci bəddə mahnı açılır. Nə olaydı, görəydim o nazlı yarın üzünü sarı gəlin. Əgər sarı gəlin qızsa, bəs nazlı yar kimdir? Təbii ki, yar Allahdır. Bu günəşə üzünü tutur, Rəbbini çağırır, Allahı çağırır. Deyir, bu nə sevdadır, ay nəndən ölsün. Yəni, bütpərəstliyə asisənsən, səni öldürəcəklər. Ağır vəziyyətə salırsan özü, çəkil bu yoldan. Söhbət vurğular buna gedir. Burada İbrahimin təqibliyindən gedir. Artıq o səskü yolu. Ona görə də İbrahim mahnında deyir ki, anacan, bağrımı qan eyləmişəm mən, gözlərimi giryan eyləmişəm mən. Giryan, yəni fasiləsiz göz yaş dökmədir. Bir ala gözlü yarın yolunda özümü qurban eləmişəm mən. Ala göz, ala bəxşeyişdir. İki məna verir. Biri yüksəklik, yəni yüksəklikdə duran günəşdir. İkinci, bəxşeyişdir. Allah günəşi bizə bəxş etməklə həyat bizə bəxş elədir. Bu mani bunlara vurğulanır. Bunlar paralelli, onlarla, yüzlərlə mahnılar var ki, sarı gəlindən vəhdət təşkil edir. Aynən ölsün, bu nə sevdadır? Yəni sən Allaha aşıq olmaqla, günəşə bağlanmaqla bütpərəstliyi inkar edirsən. Bu isə ölüm deməkdir. Çəkil bu yoldan. Onu... Şakir, mən mahnıda demək ki, aşıq İbrahim Peyğəmbər. Bəli, söhbət aşıqlıqdan gedir. Bəli, İbrahimdir. Bəli, burada İbrahim. Misal başqa bir mahnıda var ki, Təbriz üstə marağa, telin gəlməz darağa.
Məhər qızın telidir, darağa gəlməyən. Günəşin şüaları darağa gəlməyəcək axı. Və yaxud da ki, telini saymaq olmaz. Onu sən necə saya bilərsən? Başqa bir mahnıda deyir ki, mahnını belə oxuyurlar. Pəncərənin milləri, açıb qızıl gülləri. Pəncərənin mili olmur axı. Pəncərədən milləri, şüaları, açıb qızıl gülləri. Onun şüalarından güllər açılır da. Oğlanı yoldan elə, qızın şirindir. Şirin dil vəhdidir, buna vəh gəldi. Bəs buna, bəli, ona vəh gəldi. Mən keçən verilişimdə dedim ki, ona vəh gəldi, sən mənimləsən, sən mənimsən, səni anandan aldım, səni səndən aldım. Ay bircə, səksənmə, diksənmə, yarın yanındasan, yəni Allahın yanındasan, mən səni qoruyacam, sən yolunu getginəm. Şakir müəllim, sarı gəlini İbrahim Peyğəmbərin günəşə baxışı ilə bağlamaq nə qədər əsaslıdır? Yəni, bunu əsaslandırın. Biz dedikdə günəşə bağlılığı budur ki, 3 ulduza üzünü tutdu bu. Quran ayı Ənam surəsində görür. Ulduza inkar elədi, ayı inkar elədi. Quranda aya var. Ənam surəsi 76, 78, 79. Burada üzünü tutur ulduza, deyir ulduz sönür. Mən Rəbbim sönənlərdən deyil. Üzünü tutdu aya, dedi, məni azanlardan etmə Rəbbim. Günəşdə isə dedi, Rəbbim sənə şərik qoşulanlardan deyil. Artıq bütpərəstlərdən uzaqlaşır. Allah'a şərik qoşulanlardan uzaqlaşır. Məhz bu ayələr Avestada verir özünü. Mən keçən dəfə dedim, 43-cü Hadiyasına 9. Sən özünü bəhmən deyirsən, nə ilə tanıtdırmaq istəyirsən? Deyir, sənin yaratdığın, o da üzvü tutmaqla haqq ədaləti bərpa edir. Yəni, Allah'ı tanıtdır. Ona görə də mahallar ona vurulur. Bütün aşkı deyim ki, 157 xalq mahnısı açmışam mən. Artıq kitab çapdan çıxıb Mədəniyyət Naziri tərəfindən. Azərbaycan xalq mahnılarının açılmamış sirlərli 400 səhifədir. Artıq bu kitab Akademiya metrosunun yaxınlığında Akademiya mağazində, kitabxananın mağazində oturub satışda var. Az miqdarda satışa qoyulub. Dinləyicilər çatdırırlar ki, sənin kitabları necə əldə eləyək. Buyurun, gedib götürə bilərsiniz, baha qiymətə də deyil. Bax, 157 xalq mahnısı burada. Burada addım-addım İbrahimin keçdiyi yollar çıxmadır. Addım-addım onun başına nə fəlakətlər gəlir, hamısı burada göstərilir və sonda onun qalib gəlməsi. Mən burada mahnıda açacağım. Və bu da bizim mahnılarda təzahür edir. Bəli, bu demək bəşəri mahnılardır. Bunlar dünyanın ən qədim mahnılarıdır. Bundan artıya mahnı yoxdur. Çünki yazır ki, Zərdüştün gözəl nitqi, gözəl avazı səsi olmuşdu. Allah Teala bunları ona bəxş eləmişdi. Gözəl nitqi və gözəl səsi olmuşdu. Və bu mahnılarla, bu sözlərlə, demin, o vaxt gör bizim xalq nə qədər müdrik olub ki, onun keçdiyi yolları bir-bir xalq mahnılarında ifa edib, eyni zamanda qayəstü rəsimlərdə, Qobustan qayəstü rəsimlərində çəkiblər, eyni zamanda xalça işarələrində veriblər. Mən bunlara əvvəlki verilişlərimdə vermişəm, 6 verilişdə. Və sonda Muhamın şöbələrinin mifoloji fəlsəfi tarixində verilir. Bunlar hamısı oturub, bir ürəyin 4 damarıdır bunlar. Biri işləməsə, o ürək işləməyəcək. Yəni, dörtlük vəhdətində bu mahnılar açılır. Şakir müəllim, siz orada Zərdüştün adını çəkdiniz. Yəni, Zərdüştün şəxsiyyəti ilə İbrahim Peyğəmbərin şəxsiyyəti, yəni, eyni olmalı. Üzür, mən bu ayrı mövzudur, çox geniş mövzudur. Mən mahnılardan qırağa çıxmaq istəmirəm. Hələ indiyə qədər mən elmdə, ədəbiyyatlarda tapmamışam ki, Zərdüşt deyəndə nə başa düşdü? Zərdüşt biridir, Peyğəmbərdir. 8 cür Zərdüştü izahı var. Zərəştura, Avropanın uydurduğu təhrif olunmuş adlarla 8 cür Zərdüşt təhrif olunur. 8 cür.
Ama bunun adın mənası olmalıdır. Zərdüş, zər əkin deməkdir. Taxıl. Taxladır. Buğdaya deyilən. İkinci zər, əkin, təkrar əkin deməkdir. Düşdür isə, iki dişli xış deməkdir. Zərdüş. Həm də burada başqa bir zərdüştilər gedir. Qabısnamədə, Xaqanidə zərdüştilər gedir. Zərdüş olanda zər əkin olur, duş çiyin, çiyindən asılan torbadan taxılır. Başqa bir zər 107 santimetr. Yəni taxıl 107 santimetr hündürlükdən axı. 107 hündürlükdən əkil. Verir də burada lüğət terminlərdə. İbrahim dövründə... Duş ikinci məna. Sağım təkrar sağım. Demək burada zərdüş nə oldu? Sivilizasiya, əkinçi. Həsən bəy Zərdabı boş yerə o adı götürüb ki, qəzeti əkinçi. Əkinçi elə zərdüş deməkdir. Onda bəs onun peyğəmbəri kimdir? Mən İbrahim peyğəmbər. Bax, məsələ buradadır. Bunlar açılmıyıb. Yəni biz Zərdüştün şəxsiyyətini bir... Xaqani yazır ki, Zərdüştün əvvəlidir zər, zərə arxalanıb ateşpərəstlər. Demək Zərdüştü getdi, ateşpərəstliyə. Çünki mən onda İbrahim Peyğəmbərin milliyyəti haqqında danışasınız. Çünki bəzi insanlar... Bax, yaralı yerimiz buradadır ki, mən nə qədər alimlərə sual vermişəm, özüm maraq üçün, İbrahim nə millətdir, hamısı deyib Yahudi. Hətta adını çəkmirəm, məşhur Azərbaycan dil xadimlərindən biri ilə görüşdüm, bilə-bilə, məqsədli şəkildə sual verdim ki, cənab professor, dil xadimsiz, mən bilmək istəyirəm ki, İbrahim nə millətdir? Dedi, Yahudi. Dedim, bir də sizə sual verirəm, mən jurnalistəm, mən bunları açacağım, üzə çıxardacağım, bir də sual verirəm, İbrahim nə millətdir? Dedi ki, Yahudi. Dedim, indi xahiş edirəm, aç Bəqərə 140 mən oxu. Əlində telefon açdı, Quran ayələri var, oxudu, necə oxudu? Deyirsiniz ki, İbrahim, İsmail, İshak, Bəqərə 140-dan gedir. Yaqubun nəvələri olan Əsbad, Yahudi ya da xaçpərəst olublar. Siz daha çox bilirsiniz, yoxsa Allah ki, Yahudilikdən uzaq olduğuna şəhadət vermişdir. Bu oxudu, dəhşətə gəldi. Deyirəm ki, cənab professor, bax, indi deyin görək kimdir? Dedi, ərəb. Dedim, göstər görüm ərəb hardadır. Quranda göstər mənə ərəbdir. Keçdik. İkinci Alimran 167. Alimran sorar. İbrahim nə Yahudi, nə də xaçpərəst idi. Allaha təslim olan həqqəpərəstdir. Hənəfi. Həm hənəfidir, həm həqq. Mən neçə adama sual verdim. Həqqə nədir, hənə nədir? Yenə mən cavab ala bilmirəm. Həqqə ulduzdur. Hənə də ulduzdur. Həqqə, yəni ulduza bağlanan. Niyə də bağlanmasın? İlk dəfə bu Peyğəmbər ilk dəfə dedi, yeri göyü yaradan Allahdır. O kainatı yaradan Allahdır. Kainat olmasa biz ola bilmərik. Yəqin ki, ay, ulduz, günəş, kosmik, yəni sistem. Bəli, bunlar, yəni burada verir ki, budur. Bəqərə 133, siz ki, Yaqub oğlanlarına Yahudiliyi tövsiyə etdi, deyirsiniz. Məgər Yaqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? Halbuki Yaqub öz oğlanlarına məndən sonra nəyə ibadət edəcəksiniz deyəndə İbrahim Hənif dinini tapşırdı və oğlanlar da onun tərəfindən sənin və ataların İbrahimin, İsmailin və İshakın Allah olan tək Allaha ibadət edəcək və biz onun əmrinə təslim olacaq demişdilər. Bunlar elə-belə ayələr deyil. Mən Quranı 6 dəfə oxumuşam. Elə-belə yox, tədqiqat nöqtəyi, tarixi qaynaqlar nöqteyi nəzərindən.
Keçirik hədid 26-ya. Həqiqətən biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik məqamını və səmavi kitabı o ikisinin nəslində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldi, çoxsu isə itayətsiz oldular. Hanı bu kitab? Bəşəri bir kitab verilib İbrahimlə Nuha, Yaquba, səmavi kitab. Hanı bu kitab gizlədilib, yoxdur. Artıq o kitabın nümunələri mənim tədqiqatımda oturub, artıq mən 400 səhifəlik əsərim hazırdır, 400 səhifəlik. Həzrəti Nuh, Həzrəti Adəm, Həzrəti Nuh, Həzrəti İbrahim, Ulu Türkistanın bəşəri peyğəmbərlərdir. Bu hazırdır, kitab məndə hazırdır, mən onu bu yaxınlarda çapa buraxmaq gözləyəcəyim məqsəd var, onu gözləyirəm. Şakir müəllim, İbrahim peyğəmbərin milliyyətini türk qəbul etmək olar mı onda? Ona gəlirəm indi mənim. Ali İmran 65, ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Sizlərdən hər birinizdə deyirsiniz, o bizim dinimizdə olub. Halbuki Tövrat, İncil də yalnız ondan sonra nazil olmuşdur. Demək, onun kitabından sonra Tövrat, İncil meydana gəldi, dünyaya gəldi, Allah bəxş elədi. Yəni, hər qövmə din bəxş elədi, kitab bəxş elədi. Yəni, Quran ayəsində var. Həcc surəsi 78, yox, Bəqərə 79. Buna görə də vay olsun o kəslərin alına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazır, sonra bu Allah tərəfindən deyilir. Demək, saxtalaşdırmalar var. Dini kitablarda saxtalaşdırmalar var. Ayə bunu deyir. Ona görə də əsli tədqiqatçı bu saxtalaşdırmalara getməməlidir. Həqiqəti üzə çıxarmaq. Görsünüz mahnıda buraxmırlar. Çünki orada İbrahim var. Ona görə də Ənvər Əlibəyli əziyyət çəkib o sözləri dəyişir, hərfləri dəyişir və nəticədə mahnı senzuradan keçsin ki, gələcək nəsildə kimlərsə bunu qaytaracaq yerinə. Mahnı yaşasın. Həcc surəsi 78. İbrahim Məhəmmədin atası, Məhəmməd isə cümlə İslam ümmətinin atasıdır. Buyurun. İslam millətinin atasıdır. İslam Peyğəmbərin iki qibləyə namaz qılacağı vardır. Əvvəl qərbə, sonra şərqə. 4 dini ocaq olub. Birinci Beytüllətik, qədim Kəbə, bu yoxdur. İkinci Beytülləqüc, Beytülləhəzan, Yaqub Peyğəmbərin Kəyyanda, Yusuf üçün qapıldıq hüzn edir. İndi yoxdur. Artıq onu aradan götürürlər. Üçüncü Beytülləqüc, bunu gəç tasibdir, Yahudilər üçün Örüşəlim yazır. Örüşəlimdə demək dini ocaq açılsın. Orada da Quba məscid olur. Bu da elə belə deyil. Və nəhayət Xəqani misal gətirirəm. Yəni iki qiblədən. Qibləmiz olmuş iki. Baxma təəccüblə buna. O edibdir Şamaxıçla yeni Kəbə bina. Əvvəl o Kəbə idi doğrusu yol göstərənin, əbədi qibləm ola kəşf bu təzə Kəbəmə. Şamaxıçdır. Bəli, onun ilk demək dini zirvə ocağı Babadağ, Həzrət Baba. Həzrət İbrahimə deyilib, Həzrət Adəmə deyilib, Həzrət Nuh'a deyilib. Qəbələdə Sultanlığa, Şəki Nuh'a. Elə bu adlar bəs eləyirdə toponim baxımdan ki, bu haralıdır. İndi gələcək söhbətlərimizdə daha dəqiq çıxacaq. Çünki ayələri gərək açasan, ona mənim vaxtım yoxdur. Mövzumuz başqadır. Gələn suallarda biz ayələr üzrə İbrahim har olduğu tam dəqiqliklə tarixi qarıqlama verə bilərik. Yəni bunları mən oxudum və göstərdim ki, yəni İbrahim barədə dini kitabda Quranda necə verilir, nələr verilir, yəni aydınlıq gəlsin. Polemikaya da hazırım mən buna.
İndi keçək yenə mahallara. Şakir müəllim, onda yəni sizin dediklərinizdən belə çıxır ki, Sarı Gəlin İbrahimlə Allahın Bəli, dialoqudur. Günəşə üst tutmasını vəsf edir. İkinci bənd, bu dərənin uzunu, çoban qaytar quzunu, gün ola mən bir görəydim, nazlı yarın üzünü, Bəli. elim amanıma. Mən də sual verirəm ki, əgər bu Sarı Gəlin qızdırsa, onda Nazlı yar kimdir? Yar Allahdır da. Nazlı, Nə olaydı görəydim onlardı, Sarı Gəlin. yəni Allahı Bəli, misal üçün, arzuluyor. müəyyən alimlər var, o vaxt Türkistan qəzetində də verirlər. Biri Sarı Gəlini Qıpçaq gözəl adlandırır, biri hətta Amazon gözəl. Ayıbdır, ayıbdır. Bu, Azərbaycan xalq mahallarında oturur. Kodları da burada oturur. Tək Sarı Gəlin deyir ki, 157 xalq mahnısı bir-birinin davamı kimi bağlana zəncir kimi gedir. Hamısı İbrahimin vəzfidir. Şakir müəllim, bu haqda axırıncı sual vermək istəyirəm. Nə üçün ermənilər bu mahnını mənimsəmək istəyirlər? Demək ki, burada da Ona görə ki, mən yazmışam əsərlərində bir malın sahibi olmayanda ona 100 sahib çıxır. Çünki biz Sarı Gəlin özü bizimdir deyib ortaya qoya bilməmişik. Qoya bilməyəndə o gələcək ki, mənimdir. onlar demək istəyirlər Görürsünüz, bəli, onlar torpaqlarımızı alanda birinci toponimlər dəyişdi. Bizim ideoloji məsələlərimizi saxtalaşdırmağa başladılar. Tək onların gücü də yox, Avropanın ölkələrinin gücü ilə, təsiri ilə onlarda mexanizm hazırdır. Və lazımı cəhətlər də burada otururlar, işləyirlər, işlərini görürlər. Görsən, bizim heç kimin ağlına gəlmiş ki, gör, bunlar nə qədər güclüdürlər ki, xalq mahallarını dəyişdirir. Xalq mahallarının mahiyyəti açılanda İbrahim açılır. Ona görə də Ənvər Əlvəliyə, Allah ona rəhmət eləsin, çox gözəl fədakarlıq göstərir. Mən də indi həmin o sözləri dəyişmişəm, qaytarmışam yerinə. Yəni, artıq İbrahim buna görə təqib olunur. Təqib olunur, Keysulər mahnısında bu özünü göstərir. Keysulər mahnısında. Bəli, Şakir müəllim, Keysürlər xalq mahnısının sirli kodlarını açacaqsınız bizlər üçün. Mahnının birinci bəndi belədir. Ahu gözünün gözüdür ahulər arasında, durmuş o mələk sima məhrulər arasında. Evet. Ahu gözünün gözüdür misrasında. Ahu nədir? Qadının gözüdürmü, rəmzdirmi, yoxsa kosmik varlıqdırmı? Bəli, bəli. Bu tarixi qaynaqlarda Ahutila gedir. Həməl bürcü. Ulduzların şahıdır Həməl bürcü. Qədim dövrə görə Həməl. Ona görə Ahu gözünün gözüdür. Ceyranın gözü çox gözəl olur. Çox belə cəlbedici olur. Ahu gözünün ahülər arası, yəni ulduz sistemində Həməl bürcü özünə məxsus gözəlliyə malikdir. Durmuş o mələk sima məhrulər arasında. Məhru burada aydır. Aydır, bəli. Ayın burada, mən də oxumuram, 8 məna forması verilir. Ona görə bir məhrulər arasında. 8 məna. Könlüm quşu əyləşmiş tərmulər arasında, keyşulər arasında, tərmulər arasında. Tərik burada yoldur, məsləkdir. Vasitə səbəb, İbrahim yoludur bu. Onun məsləklə vəsb olunub bu mani. Təriqə hakim dindən ayrılaraq yeni məzhəb qəbul etmiş adamlardan ibarət dini cəmiyyət. Yəni İbrahim və onun ardıcıları. Keysürlər burada nəyi simvolizə eləyir? Deyəcəm, gəlirəm ona. Təriqətqa, təriqətlərin yeri, sufilərin yığışdığı yer təkiyə. Buyurun. Əldə İbrahimə çıxdı. İndi key sulər arası. Key burada şahlardır. Su isə tərəf deməkdir. Su üç mənalı sözdür. Biri içdiyimiz su, biri şər, biri də tərəf. Burada isə keysulər arasında, yəni şahların artıq təqiblərinə məruz qalmışam. Görürsünüz, burada ey badi səba, açma, dil suyu təri zülfü. Burada isə könlüm quşu əyləşmiş təriqlər arasında. Su burada tərəf deməkdir. Suzi, su yox, suyu yox, dəyişdirib söz əllər əldə edir. Suzidir, zən pis xəyala bağlanmamaq, başqa dinə yönəlməlidir. Artıq bütpərəstlikdən uzaqlaşma vaxtı çatmışdır. Köhnə din, yeni mütərəqqi dinlə əvəz olunmalıdır.
İbrahim mövzələri bir müddətdən sonra Kəyyan Şah Gənclər onu qəbul etmiş, bəyənmiş. İbrahim dinli 7 ölkə olub o vaxt. Bu birinci davranış söhbət Ulu babasından gedir. Kur'an'da yazdı ki İbrahim çıx get Kənana. Kənandır, əslində Kəyyandır. Şahənşah məkanı. Cənub Azərbaycan nəzərdə tutulur. İndiki İran. Yani 2 il danışıqdan sonra onun dinini qəbul etdi. 7 dövlət, 72 xalq bunu bəyəndi. Bu Avropa-Amerika alimləri dedi ki, mükəmməl din olmuşdu Zərdüştü. Mükəmməl din. Həmid var, Avestanın təbliği, bu qəşəng bir söz dedi. Dedi, bütün peyğəmbər Zərdüştün qaloşunu yiyir. Ancaq Zərdüşt peyğəmbər kimi yoxdur ortada. Var əzizi, o İbrahimdir, bəli. Bütün peyğəmbərlə onun ardınca gəldi. Bu da bizim Keysulər manısı. Yəni, bundan sonra gəlir İrəvanda xalq almadı. Bəli, Şakir müəllim. İrəvanda xalq almadı. O xalq nə xalqdır? Üzə düzdürmüsən. Şəkidə sultan qalmadı. O xalq nə xalqdır? Üzə düzdürmüsən. Bəli. Xal mənim, yar mənim. Xalqa nə borcdur? Üzə düzdürmüşəm. Yarım deyibdir, qoşa düzdürmüşəm. Şakir müəllim, bu misralarda çox dərin fəlsəfi fikir kod olduğu sezilir. İndi deyin, mahnıdakı nə xalqdır belə? İrəvanda qalmayıb. Çoba, burada Əndər Əlibəyli çox ustalıqla işləyib. Ustalıqla işləyib. Burada daha yoxdur. Yəni, söhbət İrəvandan getir. Mahnıda şəkli gedir. Şəkli gedir mahnıda, bəli. Burada daha yoxdur. Dağını əlavə eləyib İrəvan. Burada İr-Əvan gedir. İr 10 mənalı sözdür. Əvan 16 mənalı sözdür. İr, misal üçün İraq, İran, İrlandiya, tamam başqa mənalar verir, adlar. Burada deyir ki, mahnıda deyir ki, qapıda duran oğlana ir rəhmin gəlsin mənə. Niyə rəhmin demir, ir rəhmin deyir? İr, boynu bükük, aciz, qalmadı. Burada ir, aciz qalmadı. Deyir, acizsən, tək qalmısan. Əvan, 16 mənalı sözü. Bir mənası köməyi olmayan. Köməyin yoxdur sənin. O nə xaldır qoşa düstürmüsən. Və yaxud da deyir ki, İrəvanda xal qalmadı. Xal satılırdı qalmadı. Ya bağışlanır. Necə yəni 19-20-ci əsrin əvvəllərində Cəbbər Qarıyağda olur, gəlin oturub toyda o xalın vəsfi. Harada var, Azərbaycan mədəniyyətində belə şey olur. Baxın, olması bu olsun o da. Qızın qız toyu var, oğlan olur. Hardan bu xalı sayır? Bu yeri deyil, xəl qalmadı. İr-Əvan, xəl qalmadı. Vəzifün, hüququn qalmadı, təcrid olunmuşsan. Ona xaldır qoşa düzdürmüsən. Yəni, ulduza aya üzüyü tutmuşsan. Yəni, düşmənlər İbrahimə belə deyir. Bəli, bəli. O da deyir ki, yarım deyir, xalqa nə borcdur? Ya, mən Allaha bağlayam, siz kimsiniz? Ona deyirsən. Və yaxud ikinci bəbdə deyir ki, İrəvanda mən işlərəm. Nə xaldırdı, qoşa düzdürmüsən. İrəvanda mən işlərəm. Xəncərimi gümüşlərəm. Bəli. Burada gümüş ya qızıl ya dəmir. Burada gümüşlərəm sözü təhrif olunur. Ənvər əlbəttə gümaşdaramdır. Yəni, mən nəzarətçi qulluqda hazır saxlamaq gümaşda deməkdir. Mənası, xəncərim hazırdır. Başqa köməyə ehtiyacım yoxdur. Bu məcazi mənadadır. İbrahim aşıqdır. Qan tökən deyildir. Yəni, mənim müdafiə ehtiyacım yoxdur. Haqqın yolu məndədir. Çox gezməyəcək ki, görəcəksiniz ki, Allah var, onun məkanı göy aləmdir, ərş fələkdir. Ərş fələk mələklərdən də yuxarı qalxdı. Göy 3 qalxdı. 7, 8, 9. Nizamın əsərlərdə, Xəqaninin, Marağanın əsərlərində bu verilir. 7 qat çirkli qalxdı və bizim gördüyümüz qalaktikadır. 8-ci ulduz sistem mələklər olan qalxdı. 9-cu ərş fələk Allah dərgahıdır. Yəni, mənim müdafiəçim Allahdır. Siz kimsiz onun yanında?
Yəni, yarım deyikdir, qoşa düzdürmüşəm, xalqa nə borçdur, qoşa düzdürmüşəm. Və çox keçmir ki, İbrahim qalib gəlir. İrəvanda xal budur. İrəvanda xal qalmadı, yox, xəl qalmadı. İrəvan daha yoxdur orada. İndi o birisində deyir ki, bənddə, Şəkidə sultan qalmadı. Ona xaldır. Demir ki, İrəvanda Şəki deyir. Şəkidə sultan qalmadı. Ona xaldır qoşa. Yəni, sultanlar da sənin əleyvədir. Səni məhv edəcəklər. Misal üçün, burada deyir ki, bir yaşıl baş sona məni saldı çöllərə. Bilmirəm dərdimi söyləyim kimə. Burada yaşıl baş deyəndə göydə günəşi məzərdir. O məni saldı çöllərə. Dərdimi bilmirəm kimə deyim. 11 il bu adam çöllərdə gəldi. Siz təsəvvürdə gətirin. Şirvan hökümdarı istəyən Nizamiyə 15 sətirlik məktub göndərir. Nizami Gəncəviyə. Deyir, Çapar gəldi, Seyvanda oturmuşdum. Gəldi, qızıl suna yazılmış 15 səfərlik kitab verdi. Məktub verdi. Yazır ki, ey böyük şair, ey böyük şair, o Məcnunun böyük eşqinə əsər yaz, ənamını mən verəcəm. Məcnunun böyüdür. İlk dəfə Məcnunun adını alan budur, 11 çöllərdə qaldı. Leyli gecə gündüzə deyilir də, günəşə aya deyilir də. O da aşıq, adi qız deyil bu. Yəni biz hələ o adi qız oğlan çərçivəsindən qırağa çıxır. Mahnı bəşəri mahnılardır. Burada böyük ideyalar oturur. Bəli, o Nizaminin Leyli Məcnun elə Məcnun ulduzlara üzü tutur, ağır vəziyyətdədir. Ulduzlara dedi ki, mənim dərdimə əlac yoxdur, mənə kömək elə. Baxdı, gördü ki, əsərdə verilir, baxdı, ulduzlar buxardandır, qaynaşırlar. Buna xeyri yoxdur. Ona görə üzünü tutdu vahid Allah'a. Verdi burada, göstərdi burada. Şəki müəllim, Nizami Gəncəvinin əsərindəki Məcnun obrazı da demək ki, İbrahimin... Bəli, onu təmiz odur. Bəli, bu çöllərə düşən odur. Qurbani dastanında Qurbani 11 il. Məcnun 11 il. Zərdüşt 11 il. Çox maraqlı, necə başa düşəyimiz. Bunlar üçü də Aşıq Qərib də 11 il. Məsələ burasındadır. Mən həm deyirəm, dastanların texnologiyası açılıb, mifoloji fəlsəfi tarixə açılmayıb. Çünki orada da kodlaşmalar çoxdur. Aşıq Qərib deyir ki, mənim adım Rəsul idi, Qərib dedilər. Yəni, qəriblikdə qaldıq, çöllərə düşdü axı bu. Rəsul isə Peyğəmbər, elçi deməkdir. Sizcə, niyə bu qədər ağır fəlsəfi və dini bilik xalq mahnısı formasında ötürülür? Çox maraqlıdır. Qovustan qayalarda 7000 işarə var. Xalçalarda da 7000 işarə var. Demək, bunlar kodlaşmış tarixi məsələlərdir. Tarixdir. Bəşər tarixinin gen kodlarıdır. Amma dünya bunun birini də aça bilmir. Gör, bunlar nə qədər müdrik olub. Nə qədər bunlar aqil olub ki, bu 4 formada mahnı, muğam, qayaüstü rəsim və xalçada bunları verə bilir. Bunları açılanda bəşər tarixinin gen kodunu axtarmağa dəyməz. Hamısı burada oturub. Yəni, real şəkildə burada oturub bəşəriyyətin, ona görə mən mövzunu biz qoyduq ki, bəşəriyyət başlanğıcını haradan götürmüşdür. Mən artıq 2008-ci ildə, 2009-cu ildə kitabımı vermişəm. 400 səhifə bəşəriyyət başlanğıcını haradan götürmüşdür. Vermişəm. Demək ki, bu dərin bilginin qorunması üçün seçilmiş bir üsul idi əcdadlarımız tərəfindən. Bəli. Çünki onlar elə verib, naxışı veriblər ki, itib batan deyil. Görsən, bir dənə mahnı itməyib. Pillə daşlardan, qayalardan, tikanlardan, zəllilərdən keçərək gəlib yenə öz qüvvəsinə saxlayır və haradasa kimsə bunu açmalıdır. Buna mənim qismətim oldu və gəldi, mən bunu elmin verdiyi beyinlə açmamışam, bəsirət gözü ilə açmışam. Bəsirət gözü olmasaydı, bu mənə 55 yaşında güc gəldi. 55 yaşında. İndi mənim artıq 73 yaşım tamam olur.
Yəni mən 17 ildir vuruşuram. 57 ildir 17 kitab müəllifiyəm. 5000-6000 səhifəlik. Bütün bunların hamısı sirləri açmışam. İndi keçək sonuncu həsiri basma dolan gəlməsində. Dolayı gəl, dolayı, həsiri basma dolan gəl. Süpürmüşəm sarayı, həsiri basma dolan gəl. Qurtarmağa az qalıb, gözlərəm tazayı, həsiri basma dolan gəl, dolan gəl, dolan gəl. Burada çox ustalıqla var həsir, var həsir. Həsir zamandır. Həsir isə palazdır. Burada həsir yox, həsir olmalıdır. Dolan gəl, yəni ildə bir dəfə. Şeytana daş atmaq üçün gəl, hacılıqdır bu. Süpürmüşəm sarayı, bütpərəstlər yedi. Artıq İbrahim qalibdir. Dolayı gəl, dolayı. Burada çox maraqlı bir verdir ki, gəl saçını hörünmən, həsiri basma dolan gəl. Günəşə rəbdir, 70 gün oldu bu. Zərdüşlər o vaxt qədim dövrdə, yəni İbrahim dövründə, bel kəmərləri bağlayırdılar 72 safta, ağ-qara safta. 70 gün oldu burada verilir. Bu Avestada var. Deyir ki, yovm gəl, yovm, indi açaq yovmu. Alim dönü, alim dönü. Yovmiyə, gündəlik bir günlük, yəni şeytana daş atmaq üçün gəlir. Gündəlik bir, yovmi, gündəlik bir gün. Yovmi isə qiyamət gününə üzə ağ getmək üçün bura gəlir. Ona görə o ziyarət, burada Bəqərə 128-də İsmail deyir ki, Rəbbim, bizə qurbangahlar yeri təyin ilə. Qurbangahlar hardadır o dövrdə? Həmin bizim xanəgahlardır. Başlayır Pirüseyin xanəgahı, Hacı Qabuldan, qutarır Baba dağında. Şirvanın bütün bölgelerinde xanəgahlar var. Pirüseyin xanəgahı Hacı Qabuldadır, gəlirsə Mərəzədə ikisi var. Demək, Sof Novruz xanəgahı, oradan gəlirsən Pirxanəgah, yəni Pirxanəgah, Xənəgə deyirlər, Pirxanəgah, İsmailidə, Xaçmazda, Qubada, düz Baba dağına qədər. Sonuncu qurbangah Baba dağında. Bəqərə 128. O budur. Ona görə də burada Qaraxal mahnısı gəlir ortaya. Araqçının məndədir Qaraxalıya, sərmişəm çəməndədir Qaraxalıya. Araqçı papaqdır, sərilmir axı. Elədir. Burada dəyişdirib ustalıqla. Aramgahın məndədir Qaraxalıya. Aramgah pir sərdavədir. Sərmişəm çəməndə, pak yerlərdədir. Aləm gözələ dönsə Qaraxalıya. Mənim gözüm səndədir Qaraxalıya. Günəşə üzünüdür. Hadi görsən. Aramgahın araqçın deyir. Dardarı Qaraxalıya. Gəl başımın sərdarı Qaraxalıya. Dar bizə gəlmirsə, qonşumuza gəl barı Qaraxalıya. Dardarı dar din evidir. Dar bəla din evidir. Aramgahın dardarı. Gəl başımın sərdarı Allahdır. Var bizə mənə kömək eləmirsə, heç olmazsa bunları özünə tərəf döndər. Bu bütpərəstləri, bu azmışları döndər özünə tərəf. Üçüncü bətdə daha mahmud gözəl açılır. Aramgahın Haşimi Qaraxalıya. Orada bir araqçın. Aramgah Haşim, Haşimi Sufi dərvişlər. Hara qoyun başını Qaraxalıya. Yəni cidinlər məni. Tökmə gözümün yaşını Qaraxalıya. Mənə kömək elə, bu bütpərəstləri sənə tərəf döndərir. Haşimi Məhəmməd Peyğəmbərdə həmin Haşimilərdir. Nəslindən. Ben bununla çok yormak istəmirəm sizi. Verilişi bugün tamamlayaq. Ben üzr istəyirəm. Benim sağ tərəfdə oturan İmamverdi müəllim, filologiya elmləri doktoru, professor, ərəb şünas, çox gözəl insan, prezident təqaüdçüsü, Heydər Əliyev medalı. Çox gözəl, benim en yakın silahdaşım, məsləhətçim, konsultantım. Ben bu kişiden çok qidalar alıram
Və çox da istəyirəm. Allah onu bizə çox görməsin. Sağ ol, sağ ol. Fikirlərini almaq istəyərdik, Hə? Şakir müəllim. Sizin bu araşdırmalarınızla bağlı fikirlərini almaq istəyərdik İmamverdi müəllimin. Bir-iki kəlmə deyəlim. Bir qısa. Şakir müəllim bizi həqiqətən çox dərin aləmə aparırdı. Ümumiyyətlə, onun tədqiqatları elədir ki, aparır həmişə. Və bu sahə, bu danışır mövzuları doğrudan çətin sahələrdir və bu haqda Şakir müəllimin dediyi hər bir izah, şərhlər düşündürücüdür. Düşündürücüdür və mən deyərdim ki, onların əksəriyyəti ilə razılaşmaq olar. Əlbəttə, hər bir işdə olduğu ki, bu cürə təxəyyülü qəbul etməkdə müəyyən fikirlər də ola bilər. Amma bu əsasla inanır. Yəni, Şakir müəllimin bu tədqiqatlarına mən uğurlar arzulayıram və inşallah o öz işini öz yolunda demək sabit qədəmdir, davam etdirir və biz onun bəhrəsini hələ yaxın gələcəkdə görəcəyik. Sol tərəfdə oturan Əvvəliyev, demək əvvəl Ukraynanın Qobustan radio verilişlərinin baş redaktorudur, Naxçıvandan dəslən, baş redaktorudur. İndi isə müharibə olduğu üçün Krımda məşğullaşıb. Çox mənim təbliğatçılarımdan biridir. Ukraynada hətta məni çox təbliğ eləyir, verilişlərimi çəkib. Bugün bizim qonağımızdır, gəlib təsadüfi biz birləşdik, bugün təsadüf birləşdik. İstəyərdik Həbib müəllimin də fikirlərini almaq. Bir neçə söz deyil. Birincisini də istəyirəm ki, bütün müəllimə, yəni ona istəyirəm. Burada könüllü suratda müəyyənədə işləyirdim ədəbiyyat müəllimi. Ərsəmli yazsın, eldən bir ki, Azərbaycanı tərk edirəm, gedirəm Azərbaycan xalqını təbliğ edəməyə. Azərbaycan xalqını nəyini təbliğ edəməyə. Uzun əsgərlərimiz o sözü dedi və öz sözlərini dedilər, bu vətən bərq oldu. Mənə təbliğatımız hələ genişlənməyib, hələ yayılməyib. Bax, bu da bu Şakir müəllimin dediklərini hələ gərək birinci biz özümüz anlayaq. O mahlıq və onlar televizorda həmişə çıxırlar, oxuyurlar, sözləri çoxunu səhvləyir. Və səhvədə bu iki düzətli əsaslandırdı, dedi. İndi mən arzu edirəm ki, həmən bu sözləri konservatoriyada, sonra Musiqi Akademiyasında mən ora Telekanallara. Nədən okuyanlar bunu birinci Telekanallar. mənim səhmən adırlar. Dərsəl okuyurlar, o sözlər orada qıdalamaq deyilməli. Eyni zamanda orada belə bir şöhürlər sallar, sağlarlar bu kişini gedər oturur, bunlara izah edir ki, bunları səhv okuyursunuz, əvvəlcə özünüz anlayın bunları. Bunu sonra təhvil salıb olma. Və sizə bir misal deyil. Mən Qırımda Azərbaycan Qobustan radiosu muğama bir də saza böyük yer verir ki, o verilişlər elə gedir ki, oradan. Yəni, verilişlər arası muğam gedir, saz verirdir. Sazında böyle mənası var, o muğamların da çox böyle mənası var. İndi orada ona qulaq olsun, səsini üstündən onları mənalarını bilmirlər. Mən özüm də çox şeyləri bilmirəm. Amma çox istifadə edirdim Alim Qasımovun muğam sənatından. Alhan oğlu edir, muğam sənatından istifadə edirdim. Sonra geldim burada internetə baxdım ki, Alim Qasımovun o UNESCO-nun toxlantısı var. Bəli, orada bir iki saat o muğamlardan bunlara dərs verir. Hamısı da belə, o səslənməni deyir. Onlar mənanı əsas götürmürlər, bilirlər axı. Oradakı o səsləni, o muğamların icraskar səsi. Onları müayinə edin. Elə birinci xanım da oturmuşdu, orada oturub qulaq asırdı. Gelin ona baxın, UNESCO-da Alim Qasımovun, bir də onun qızı Fərbaylanın çıxışları. İki nəfər, bir də muğam ifasıları kamansa. Orada nələr törətdilər onlar. Hamısı operasiya qalıqlar böyle, biri baxır, biri dərbəmdir. Bax, gözlərini belə tikib, heykələnənib baxırlar onu. Orada baxsanız ona bir kəlmə, nə söz edə bilirlər, nə də bir
Dərdənmirlər, hərəkət edəmirlər. Bu böyəsə qalqlar heykələ dönürlər. Nəyə görə? Hemen bak o aşıl edildi, onun seyirine göre. Ona göre de ben arzu ederim ki bunun geniş şarlıvatı geçsin ki sonuçta biz özümüz onu ders edeyek bilek. O ki kaldık Oğuzhan Radyosu o muhamlara göre Ukrayna'nın sesli günlerde dünya birinciliğine 2013 senin dünya turnuvasının galip oldu. Neye göre? Muhamların seslenmesine, sazın seslenmesine göre fəsəlləri gətirdim, saldım. Allah'ın adında yok, Arif Babay'ın Mansur İbrahim Muhtemelen, Arif Basıboğlu'nun anam babamları. Tar da orada edip tar ustaları çıxışlar elədi. Onlar hamısı o xalqın qədimliyini asıb orada göstərdi. Ona göre ben o 2013 Dünya Jurnalistlerin Galibiyən bundan qulaq asmışlar. Yani o Avrupa, onun keçmiş Respublikalar hamısı gelmişti ona. Qafqazın hamısı erməni qarşı. Onlara deməli, orada qulaq asıb 700 xarici jurnalistlər birinciliyi verdilər Azərbaycan Qobustan Radyosu. Ben Qobustan da belə bağlanırdım, çox sağ olun. Çox sağ olun. Teşekkür ediyorum. Çok sağ olun.